Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyicilərimiz. Bugün Biləcəri qəsəbəsində ATV villaları deyilən bir ərazidə, məktəbə yaxın, marşrutdur, bax, düz qapısından keçən, bax, bu marşrut yoldur bura. Gördüyünüz kimi, bax, oradan gəlir, düz avtovağzal metrosuna gedir. Düz qapının ağzından keçir marşrut. Təzə təmirdən çıxmış, 3 sotda inşa edilmiş, 125 kvadratlıq bir 4 otaqlı evimiz satışa çıxıb. Bu evi isə təqdim etmək istədim. Deməli, hörmətli izləyicilərimiz, həyəti sizə təqdim edirəm. Buyurun, baxın, gözəl bir həyəti var. Sağından da, solundan da keçid var. Arxa tərəfindən də yoldur. Evimiz 4 otaqdan ibarətdir. Harası 7 daş kürsüdən ibarətdir. Deməli, üst tərəfdə bu plaşatkasıdır, maşın saxlama plaşatkadır və əlavə olaraq torpaq sahəsi də var ağac əkməyə. Hal-hazırda ağac əkilməyib, lakin ağac əkməyə yer saxlanılıb burada. Evin sol tərəfində də ağac əkməyə yer var. Buyurun, baxın. Təmirdən sonra bunlar hamısı yığışdırılacaq. Daha doğrusu təmir bitib. 3-4 günə bunlar hamısı yığışdırılacaq. Gördüyünüz kimi divarlar da bahalı üzlü ilə üzlənilib. Sağ tərəfi də sizə təqdim edin. Plekandan düşürsən buradan aşağı və evin böyür tərəfinə keçirsən. Aşağı hissəsində zirzəmisi də var. Bax, bu hissədən bütün otaqların altında keçid var. Həyətində trap. Burada trap yerləşir. Yəni, su qalmamaq üçün trap yerləşir. Daxil oluruq evin içərisinə. Kürsü evin içərisindədir. Buyurun, baxın. Yəni, bu hissədə 2 daş kürsüdür və əlavə olaraq 5 daşda burada kürsüsü var. Daxil oluruq içərisinə. Evin bura dəhlizidir. Dəhliz çox enlidir, yəni hardasa 2 metr eni var. Daxil oluruq sağ tərəfdə yerləşən mətbəxə. Düz sürülənən qədər quraşdırılıb. Pəncərə həyətinə baxır. Ev tam təmirlidir, təmirdən tezə çıxıb. Qapılar, bahalı qapılar da ağır rəngdədir. Buyurun, baxın. Deməli, giriş qapısından sol tərəfdə qonaq otağı yerləşir. Qonaq otağının uzunluğu 8 metri, metrənin 4 metrəyə enidir. Tam təmirlidir, bahalı düsturə qədər quraşdırılıb. Divarlar bahalı ağ ilə üzlənilib, pəncərə öz həyətinə baxır. Tam təmirlidir ev. 32-33 kvadrat salın ölçüsüdür. Çıxırıq dəhlizə. Daxil oluruq. Uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Pəncərə öz həyətinə baxır. Hasarın 11 tərəfi yoldur. Marşrut düz hasarın 11 tərəfindən keçir. Qapının ağzından. Çıxırıq dəhlizə və daxil oluruq digər bir yataq otağına. Bu yataq otağının da pəncərəsi öz həyətinə baxır. Buyurun, baxın. Çıxırıq dəhlizə və daxil oluruq 3-cü yataq otağına. Bu yataq otağında pəncərəsi, yəni qarşısında heç bir müayinə kəsmir. Öz həyətinə baxır, baxın. Və daxil oluruq sanitar qovşağa. Sanitar qovşağın aksesuarları quraşdırılacaq satışdan sonra. Kombi xətləri çəkilib hamısı. Danışıq əsasında kombi xətləri də, daha doğrusu radiator və kombi aparatı da quraşdırılacaq. Ev 4 otaqdan ibarətdir. ATV villalarının yaxınlığında yerləşir. Evdə Wi-Fi də fəaliyyət göstərir. Buyurun, baxın. Ev tam təmirlidir. Şəxsi özünə tikilmiş evdir. Suyu, qaz işığı daimi. Bu evin ilkin qiyməti 130 min manatdır. Real alıcıya endirim olacaq.
Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.